Belə bir də dəyərli qrup üzvləri, Telegram siqnal kanalının üzvləri və YouTube izləyicilərimiz diqqətlə baxın. Biz elə bil ki, 2 gündən qabaq da əməliyyatları vermiş. Ondan sonra da əməliyyatları verdi, amma əsas əməliyyatlarımız qalır bizdə. Deməli, biz indi gözləyirik ki, birinci 5220-lərə dəysin. Yəni bugün 3 gün ərzində, yəni 3 gün yox, tək bugün olan əməliyyatlarımız bunlardır. Yəni ayın 27-si, hətta 26-sında olan əməliyyatları da bağladıq biz. Bütün əməliyyatları bağladıq. Sadəcə olaraq indi bu 3 əməliyyat ana əməliyyat. Yazıca biz demiş ki, bunları saxlayarıq ki, bunlar yuxarı qalxsınlar və biz onları bağlayaq. Yəni take profit qoymuşuq, bir-bir özü gedib bağlayacaq. Yəni baxın, artıq 17-dir. Yəni artıq demək olar ki, indi böyük ehtimal var ki, götürsün. Biz hətta 20-yə dəydi. Biz 21-ə qoymuşuq. 20-yə dəydi. 20 oldu uşaqlar. Deməli 20-yə qoysaydı artıq deməli ki, bağlanmış kimi hesab olunacaqdı. Belə, yəni birinci əməliyyatımız 2 gündən qabaq verdiyimiz əməliyyat ki var idi. Ayın əslində 26-sı idi, yoxsa 25 idi, dəqiq yadımda deyil. Yəni birinci take profit qoymuşdu 5220-yə. Yəni 2 gün sonra da, yəni baxın 5220 olub, biraz da qalxsa bağlayacaq bunu. Bəlkə biraz da indirək aşağı uşaqlar. 20 eləyək. Əslində 20-dən keçdi, hətta 20-86'lardır. Yəni belə bir şey deyil, amma yenə bizim dediyimiz nöqtəyə çatdı. Birinci take profit oldu. Siqnal kanalında da biz paylaşmışdıq siqnalları. Siqnalları paylaşmışdıq. Yəni burada mən 86-dan 96-ya, ondan sonra da Bitcoin da selimiz işlədi, gəlirlə gəldi. Neftə baylar işlədi. Sonra qızılda əsas baylar qızılda 5202-dən 5242-yə qədər idi. İndi demək olar ki 22-yə qədər yetdi. 20 dollarlıq bir yüksəliş oldu. Amma ondan sonra da indi xəbərdir də, birazdan xəbər çıxacaq uşaqlar. Biz bunu tez bir zamanda açıq əməliyyatlara sığortalamalıyıq ki, bizə ziyan olmasın. Hələlik sağ olun uşaqlar, sığortalayın gəlir.